Doktor, mədə, bağırsaq və həzm sistemini yaxşılaşdırmaq üçün hansı dərmanlar, nələri məsləhət görərdiniz? Bu problem izah olunduğu qədər, yəni sualda deyildiyi qədər əslində sadə bir şey deyil. Bu geniş problemdir. Çünki onun geri dönüşləri pisdir. Misal üçün mədə, bağırsaq, həzm sistemi, ümumiyyətlə traktın düzgün işləməməyi birinci növbədə özünü göstərir dəri problemləri kimi. Sas problemləri kimi, hətta dırnaq problemləri kimi də, yəni vizual olaraq da sən bunu hiss eləyə bilirsən. Təbii, yəni tibb təhsili olan adam bunu hiss eləyə bilir, xüsusilə ixtisas həkimləri, gastroenteroloqlardan gedir söhbət. Bir də bunun digər fəsadları da var. Bu mədə və bağırsaq sisteminin pozulmağı müxtəlif əlamətlərlə özünü biruzə verir. Misal üçün gəyirmədir, qarında köpdür, şişkinlikdir, eyni zamanda həzmsizliyin özüdür ki, bu fonda irəliyir. Həzmsizliyə səbəb olan bakteriyalar ola bilər, mikroblar ola bilər və yaxud hansısa çöplər ola bilər və s. kimi səbəblər var. O da qaraciyərin, mədə-altı vəznin, ödün, hətta dalağın belə iş prinsipinə mənfi mənada təsir göstərir. Ümumiyyətlə, misal üçün, alkoqolik adamlar, spirtli içkilərdən daha çox istifadə edən adamlarda, plus siqaret kimi tütün məmulatlarından istifadə edən adamlarda, doğru qidalanmayan, fast fooddan daha çox istifadə edən, belə bir söz var, sulu yemək və fikir ver. Sulu yeməyinə fikir verməyən adamlarda, çünki birinci növbədə yeməklər birinci və ikinci olmalıdır. Birinci sulu yemək ki, mədə rahatlasın, sonra quru yemək. Belə fikir verməyən adamlarda bu problem özünü göstərir. Xüsusilə dəridə, saçda, dırnaqlarda. Bir də o daha çox özünü göstərir, nəcisdə də göstərir. Çünki bəzən qoyun qığı kimi olur, yumru şarikavoy. Bir də çox səsli olur. Bəzən insanlar fikirləşir ki, qarnım partlayır, özümü ayaq yoluna çatdırmalıyam. Gedir orada, səs var, başqa heç nə yoxdur. Yəni ifrazat yoxdur. Bu da bir problemdir və bu problemi aradan qaldırmaq üçün həm qəbizliyi, həm də bəzən də ishal verir. Çünki mikroblar və bakteriyalar bəzən ishal verə bilir. O problemi aradan qaldırmaq üçün bir dənə ziyansız, gözəl bir vasitə mən deyərəm, onu istifadə eləsin izləyicilər. Bir dənə sual verim. Dərdə nə kimi problemlər göstərir? Dəridə ola bilər səpkilər, dəridə ola bilər sızanaqlar və bu qaşınma fonunda irəliləyə bilər. Sonra sən qaşıyarsan, dırnağın altındakı mikrob ora keçər, orada daha böyük problemlər yarana bilər, göbələkləşə bilər və s. Xüsusilə autoimmun xəstəliklər, bu ekzemadır, psoriazdır, Dəmirov elə psoriazdır da bu. Ondan sonra övrə və s. allergik fonda irəliləyən bəzi xəstəliklərin özləri belə. Gastroenteroloqlar və dəri həkimləri, dermatoveneroloqlar, yəni dermatoloqlar həm də ona mədə və bağırsağın harayı deyir. Çünki mədə və bağırsaq sənə bundan özünü göstərir ki, mən düz işləmirəm. Bu fonda nə edə bilərik? Bu halda daha doğrusu nə edə bilərik? Burada hardasa bir yerdə görəsiniz plus. Onun üzərinə basın ki, belə videolar daha çox görəsiniz. Fikirlərinizi yazın və videonun problemi olan adamlara göndərin. İstifadə edə biləcəyiniz vasitə Lactofiltrum Eco'dur. 60 tabletkadır və 7-14 yaş arası uşaqlar gün ərzində 3 dəfə 1 tabletdən, yeməkdən yarım saat əvvəl olsa daha yaxşı olar. Və böyüklər, 14 yaşdan yuxarı olan böyüklər gün ərzində 2 tabletkadan 3 dəfə yeməkdən yarım saat əvvəl ya da 1 saat sonra istifadə eləsələr, mədə-bağırsaq sistem tamamilə düzəlmiş olacaq. Növbəti videolarda görüşənə qədər özünüzə çox yaxşı baxın.